Bax, bizdə təhsilin əsas çatışmazlıq nədən ibarətdir sizcə? Bilirsiniz, təhsil həm sistemdir, həm prosesdir. Sistem olaraq təhsilin elementləri var. Elementlər isə sistemi təşkil edir. Sistem elementlərsiz işləyə bilməz. Bizdə biz deyirik ki, bunu insanlara gətirsək, deyirik ki, sistem təfəkkürlü insan. Yəni, insanın təfəkkürü sistem xarakter daşıyır. Yəni, bu sistem olaraq bunun elementləri sıradan çıxır. Və bir çox hallarda, məsələn, müqayisə edirlər, Finlandiya təhsil sistemini nümunə gətirirlər, Sinqapur təhsil sistemini nümunə gətirirlər. Əslində, orada sistem çalışır. Sistem demək, pul yığımını qəti şəkildə desən, məsələn, onlar havalanar. Məsələn, və yaxud da uşaqların məktəbi özləri ilə müəllimlərə pul gətirib vermələri ki, mən bunu repetitor haqqı kimi verirəm. Və yaxud da bu belə bir kobud davranışlar bu sistemin dəyərini itirir. Məsələn, elə ölkələr var ki, 5 sistemin üzərində öz təhsil sistemlərini qurublar. Məsələn, onlardan biri dərsdən sonraki uşaqların davranışı, valideynlərlə əlaqə. Yaxşı, bu məktəbdə bunun davranışı bəlli. Axı, bizim yuxarı sinif şagirdləri məktəbə də gəlmirlər. 10-11-ci sinif uşaqları. Siz eşidibsinizmi ki, indiyə qədər ölkənin elm və təhsil naziri bir dəfə davamiyyətdən danışsın? Mən eşitməmişim. Ancaq siz fikir verirsiniz, məktəblərdə ki, belə küllü sayda, xeyli sayda ki, bıçaqlama halları başlayır filan. Dərhal bunlar deməli, məqam axtarırlar ki, desinlər, yox, bu məktəbdən kənarda baş verib. Bəli. Məktəb, axı, yenə məktəblidir bu. Yenə də bu məktəblidir, bilirsiniz. Və bugünkü bizim təhsilin, məsələn, mən çoxsaylı problemləri içərisindən ən ciddi problemini tərbiyə probleminin, tərbiyə komponentinin sıradan çıxmasını deyərdim. Məsələn, bir dövrlər var idi ki, müəllim Bəturə xanım həm tərbiyəçi idi, həm müəllim idi. Həm öz uşağı kimin, deməli, öz şagirdinə də diqqət yetirir. Axı, indi uşaqlar məktəbdə yoxdur. Uşaqlar məktəbdə olmadıqlarına görə hansı tərbiyə komponentindən söhbət gedər və məktəbin 3 mühüm funksiyalarının ikisi sıradan çıxıbdır. Tərbiyə, fiziki hazırlıq, tədris də ki, uşaq məktəbdə yoxdursa, dövlətin milyonlarla dərsliklərə ayırdığı vəsait, milyonlarla müəllimlərə xərclədiyi vəsaitin effekti yoxdursa, şübhəsiz ki, biz tədrisin keyfiyyətindən də danışa bilmərik. Ancaq buna baxmayaraq görürsünüz, heç bir dinləmə prosesi getmir. Axı, vəziyyət niyə belədir? Qalib xalqın təhsil sistemi, elm sistemi inkişaf eləməlidir. Qələbənin ardınca güclü inkişaf etmiş təhsillə elm gəlməlidir. Və mən düşünürəm ki, bu məsələ üzərində dövlət rəsmiləri də çox ciddi şəkildə düşünməlidirlər. Və mən düşünürəm ki, bilirsiniz, bütün hallarda məktəblə valideyn arasında konflikt olmamalıdır.